Mən Bənövşə Əhmədova Bilməzli kəndində anadan olmuşam 1946-cı ildə, yanvarın 15-də. Atam, anam da orada olubdu. Orada da rəhmətə gediblər. Açqal ocağına da basırılıblar. Kəndinizin əhalisi təxminən nə qədər idi? 100 nəfər. Belə 100 ailə idi. İndi o 100 ailənin də ailəsini mən dəqiq nə deyim onu. Hər evdə də xeyli adam var idi da. 200-dən artıq adam var idi. Kəndinizi bizə necə təsəvvürünüzdə yarada bilərsiniz? Kəndinizin məşğuliyyəti, insanlar nələ məşğul idilər? İnsanlar öz evlərində maldarlıqla məşğul idilər. Məktəbdə oxuyan oxuyurdu, müəllimlər öz kəndimizin müəllimləri idi. Kəndinizin məktəbi, xəstəxana? Məktəbimiz də 11 illik məktəbi idi. Bildiyim qədərlə ən böyük məktəblərdən biri. Ən böyük məktəb oraydı. Bütün kəndlər, neçə para kənd var, hamısı gəlib orada oxuyurdu. Yəni başqa dillərdə? Yox. Ancaq Azərbaycan? Azərbaycan dilində. Məktəbinizin yetişdirdiyi insanlar, məşhur insanlar, hal-hazırda tanınmış insanlar? Tanınmış insanlar, onların çoxu rəhmətə gedib, heç onlardan yoxdur. Adları var idi, Müləzzim müəllim, ondan İmdad müəllim, ondan sonra Şəmslan müəllim, Mahmud müəllim, Hacı müəllim. Bax, bunlar hamısı mənim yadımdadır. Kəndinizin şəhidləri? Şəhidlər orada, elə şəhid, hamısı ölən, rəhmətə gedən aparırlar Haçqal ocağına. Kəndinizin bildiyim qədərindən ocaqlarından, ən böyük ocaqlarından biri olur. Hə, ən böyük ocaqlardan biri olur. Nə deyə bilərsiniz ocaq haqqında? Çox yaxşı ocaq idi. Ziyarət olan ocaq idi. Kəndin hansı hissəsində yerləşirdi? Elə bil ki, 6 kilometr, 7 kilometr, bax belə arası var idi. Kənddən? Kənddən, hə. İnsanlar ora nə məqsəddən gedirdilər? Gedirdilər, ziyarət edirdilər, ondan sonra rəhmətə gedən aparırdılar, oraya bastırırdılar. Bax belə. Ondan başqa kəndin qəbristanlığı yox idi? Var idi elə belə kəndin içində, elə belə körpə uşaqsadı, o da heç oraya bastırılmadı. Hamısını aparırdılar oraya. Neçə para kənd var, oraya bastırırdılar. Kəndiniz dağ ətəyində yerləşirdi, dağlıq? Dağ ətəyi idi, hə. Nə ilə məşğul idi insanları? Maldarlıqla öz evlərində onunla məşğul idilər, ayrı işlə yox. Əsas məşğuliyyət maldarlıq olubdu. Rayonumuzdakı Kalyo rayonu idi. Oraya gedib gəlirdi. Kəndiniz hansı kəndlərlə? Orada məsələn başqa kəndlərin adlarını çəkə bilərsiniz? Var idi, niyə yox idi? Qızıl Şəfəq var idi, Söyüqbulaq var idi, Yırğancaq var idi, ondan Qalaqala, Qarəysəli, Bilməzli kəndi, oradan Arıbulaqadar var idi. Bu ana gəlirdim, Kalyonun yanında Mixaylovka kəndi var idi. Kəndiniz haqqında belə oranın çayları, insanlar gələndə orada dincəlmək üçün yerlər? Yerlər gəlirdilər, evlərə gəlirdilər, orada qalırdılar, dincəlirdilər. Nə bilim, bir ay qalan da olurdu, 2 ay qalan da olurdu. Sizə qonaq gələn birini hara aparırdınız? Məsəl üçün var, məşhur yerlər var ki, deyirlər. Heç yana, elə çay qırağı, çay qırağına gedilirdi. bulaqbaşı. Hə, bulaqbaşı və bir də Haçqal ocağına gedirdilər ziyarətə. Ayrı elə yer yox idi qızım. Sonra ailə qurdunuz? Hə, sonra gəldim, ailə qurdum 62-ci ildə. Gəldiniz Kalinor. Hə, Kalinor rayonuna gəldim. Kalinor rayonundan gələndən sonra nə işlə məşğul oldunuz, yoldaşınız, özünüz? Yoldaşım traktorda işlədi, özüm fermədə işlədim. Uşaqlar məktəbə getdi, 2 uşağım oldu. Bilməzli kəndində sizdən başqa digər etnik qrupda yaşayan başqa millətlər var idi? Yox. Ancaq Azərbaycanlı idi. Və biz yaşadığımız, mən gəldiyim yerdə erməni də var idi, rus da var idi. Oradakı adət-ənənələrdən danışa bilərsiniz? Nə idi adət-ənənələr? Məsələn, Novruz şənliyi var, toy adət-ənənəsi var. Var idi, hər şey də var idi. Toy var idi, ondan Novruz bayramı var idi, Qurban bayramı idi, oruçluq bayramı idi.
Hamısı təmtəraqla keçirildi. Hamısı təmtəraqla keçirdi, hə. Hələ hamamı da vardı. Hər 6-cı günü uşaqlar gedirdilər, hamamda çimirdilər o Kalinonun özündə. Bizi incidən olmub heç. Saatım 88-də, o da yenə şükür Allaha biz sağ-salamat oradan çıxdıq, gəldik. Deportasiyadan nə danışa bilərsiniz, oradakı deportasiyadan? Rəşidə gəlib deyib ki, ermənilər, sən bu mağazini bağlayla, yoxsa burada sənin başını yeyərlər. Elə onunla da mağazinini bağladı, çıxdı. Bunu Rəşid sizə deyibdi də? Elə dedilər də, elə deyib, hə. Elə də yenə, vallahi, elə də o çıxıldı da, heç qalan olmadı orada, heç kəs qalmadı, heç kəs. Sizin yolunuzun üstündən keçirdi də, digər kəndlərdən Hə, gələnlər sizin bizim yolumuza keçirdi. Ağbaba maşınları bizim yolumuza keçirdi. Bizim yanımızdan keçirdilər qız. Həmin maşınları görəndə bəs fikirləşmirsiniz ki, Deyirdi ki, hamısı deyirdi ki, bizi haraya çıxardılar, bizim evimiz eşiyimiz, bizi çıxartmazlar. Bunlar yalandan köçüb gedir. Yəni inana bilmirsiniz? Yox, inanılmırdı, yox. İnanılmırdı. Həmin illərdə orada zəlzələ də baş verdi. Hə, zəlzələ baş verdi, yaman da zəlzələ oldu. Amma orada heç nə olmadı, o Kirovakanda, o tərəfdə darmadağın oldu bütün. Ermənilərin başını qatan hadisə. Hə, hadisə o zəlzələ oldu. Zəlzələ onların başını qatdı. Yoxsa bizi oradan, biz salamat bəlkə də çıxmayacaqdıq heç. Bildiyim qədərlə Kalinonun özündə ruslar da yaşayır. Var idi, ruslar üzü az qalmışdı. Onlar da həmin deportasiya vaxtı oralar. Yox, onlar ondan qabaq çıxdı. Onlar neçə il qabaq üzü çoxu qocaldı, ölən öldü, qalan da elə satdı, getdi. İlməzlik kəndində dediniz ki, bir nəfəri kimsə öldürüb. Yox, Kalinonun özündə. Özündə öldürmüş. Kalinonun özündə. Onun haqqında danışa bilərsiniz? Onun haqqında da erməni uşaqları o yazığı öldürdülər kişiyi. Bir adlı sanlı kişi idi, elə belə kişi deyildi. Necə öldürdülər? Daşla. Tüfənglə zadla yox, daşla öldürdülər. Qoca kişi idi. Məqsədləri o idi ki, çıxın deyirdi da. Elə onunla da təmiz çıxdıq biz. Hara gəldiniz? Gəldik biz Xanlar rayonuna. Xanlardan da sonra bir il orada qaldıq, ondan da buraya köçdük. Başqa demək istədiyiniz? Allaha şükür sağ-salamat oradan çıxdıq, oğul uşaqla. Gəldik, yerləşdik.